Şeyx Cüneyd məscidi Qusar rayonunun Həzrə kəndində qədim qəbirstanlığın yaxınlığında yerləşir. Bu kəndin də öz adını Şeyx Cüneydin Həzrət ləqəbindən aldığı ehtimal olunur. Abidənin gün batan istiqamətdə yerləşən qapısı üzərindəki kitabədən Hicri 951-ci ilin, yəni 1544-45-ci ilin axırlarında 1-ci Şah Təhmasibin hökmdarlığı dövründə onun vəziri Xacə Fəxrəddin Əhmədin Ağa Məhəmməd tərəfindən tikdirildiyi qeyd olunub. Türbədə Səfəvi şeyxlərindən biri Şah İsmayıl Xətainin babası Ərdəbil hakimi Şeyx Cüneyd dəfn edilib. Kvadrat formalı tikilinin hər 4 divarında qapı yeri var. Qərb, şərq və cənubdan qapılar 4,67 metr enə və 2,90 metr dərinliyə malik böyük portal içərisində yerləşdirilib. Türbənin divarları daxildə 1,42 metr hündürlükdə kvadrat formalı, şahmat formasında düzülmüş mavi və qara bönəfşəyi rəngli kaşı plitələrlə üzlənib. Divarların sirli kaşı lövhələrlə üzlənmiş aşağı hissələri istisna olmaqla bütün digər divar səthi gəclə üzlənib. Türbədə 1960, 1970 və 2008-ci illərdə bərpa işləri aparılıb.